Ya Allah. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve salatu vesselamu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tayyibin tahirin. Biz 15-ci dərsdəyik sərf-i mütəvəssitədə çatdıq sulasi müzərrəd və məzidin babları haqqında. Əlbəttə ki, bu dərs əsasən sulasi müzərrədin bablarından danışacaq. Onlara özünə məxsus olan xüsusiyyətlərindən. Sonra icmali şəkildə sulasi məzidin bablarına işarə edəcək. Ondan sonra gələn dərsdən etibarən bütün bablar sulasi məziddə təfsili olaraq bir-bir qeyd olunacaq və mənaları ilə deyil. Bir sual verim. Biz deməli amilləri, feillərin amillərini qurtardıq elə. Feillərin hallarını deməsin. Feil muzarın hallarını bəli. Yəni başqa ləm gəlmə. Başqa heç nə gəlməyəcək də qurtardıblar. Yəni qurtardılar. Yəni bu gördüyün şeylərdən başqa şey yoxdur feillər üçün. Bəli. Burada əvvəl bölüşü deyir ki, bizim feillərimiz ya sulasidir, ya rubaidir. Bunların hər biri də ya məziddir, ya da müzərrəddir. Müzərrədin meyarı feil-i mazinin birinci siğasıdır. Məzidin də meyarı feil-i mazinin birinci siğasıdır. Əgər görsək ki, bir dənə feil ki, onun sulasi müzərrədi 3 hərflidir, həmin o feilin bir dənə feil-i maziyə girib, əlavə bir hərfi də var, həmin o feil-i mazinin birinci siğasıdır, bəs onda bu sulasi məziddir. Məsələn, fərzdir ki, darbın feil-i mazisi birinci siğa darabədir. Amma biz bu zərəbə sözün bəzi yerlərdə əzrəbə də görmüşük. Bəs bu sulasi məzid olacaq. Rubai də həmin məsələni daşıyır. Rubai də həmçinin görür ki, zəlzələdir görür feil-i mazisi. Amma bəzi yerdə həmin feil-i mazidir, məfəil-i məzidir, amma gəlib məsələn təzəlzələ gəlib məsələn. Birinci nöqtə bundan danışır. İndi 2 dənə lüğət var onu deyəcək. Hələ o birinci nöqtəni oxuyaq. Bizim qarimiz yoxdur usta. Herkesten okusun değil mi? Öyle istəyəcək olsa hər Mənə əziyyət deyil. در درس سوم گفته شد که görüm geçse gitmese verəcimsə. در درس سوم گفته شد که اصل صیغه اول فعل ماضی یا 3 حرف است که به آن ثلاثی گویند یا 4 حرف است که به آن رباعی گویند. و هر یکی از ثلاثی و رباعی اگر تنها باشند و حرف زائد نداشته باشند به آن مجرد و اگر به اصل آنها حرف یا حروف مخصوص اضافه شده باشد به آن مزید یعنی زیاد شده یعنی علاوه olunmuş نه olur گویند. پس فعل ها در زبان عربی به 4 دسته تقسیم می شوند. ثلاثی مزید، رباعی مزید. ثلاثی mücərrəd daraba bir söz tərcüməsində, cələsanın nəyin birisi tərcüməsinin birisi də bunlar demir. Sulasi mədə darəbə oxuyacaq qabaqda 2 nəfərin döyüşməsi, yəni 2 nəfərin döyüşməsindən deyilir, qarşılıqlı döyüşmək qabaqda oxuyacaq bunları genişliklə, narahat olmayın, ürəzi sıxmayın. Əcləsə də 30 durmaq, qabaqda oxuyacaq var, cələsə oturdu, bir nəfə 30 durmaq da. Məsələn, deyirəm ki, Elkin, Elşadı sinifdə 30 durdu, maşında 30 durdu, elə axır. Neşand, o farslar demişlər, neşand deyirlər də. Hə. Zəlzələ mənası, bilirsiniz də, zəlzələdir, zəlzələ. Hərcəmə, yəni şey deyirlər, bir-birinin ardıca yığmağa, toplamağa ilaxı, birgə yığmağa. Həmin təzəlzələ və ihrəncəmə də həmin mənasını verir. Bəzən lazım və mütəəddi mənasında olacaq. Qabaqda oxuyacaq bunu bəsi. Hərcəmə, yığmaq, bir-birinin ardıca yığmaq, bir-birinin ardıca toplamaq ilaxır mənalarında. Bir dəfə bu feil qabaqda keçib, ihrəncəmə də həmin sözdür. Ağacan, başladı sulasi müzərrəddən. Ağa, sulasi müzərrədin ərəb dilində 6 dənə babı var. 6 dənə bab, beytibar buna görə 6 dənə bölüb ki, mazi ilə muzarisin müqayisə ediblər. Yəni, belə deyək. Əgər bir dənə feil-i mazinin siğası fəalə olsa, fəalə mümkündür olsun fəalə ilə yəf'alə olsun. Mümkündür olsun mümkündür olsun yəf'ilu ya da ki yəf'ulu fəalə olsun.
Bəs nağd olaraq burada 3 dənə siğa var da. Fəalə varımızdır ki, yəf'aludur, fəalə varımız var. Fəalə varımızdır, yəf'aludur, fəalə varımızdır, yəf'uludur, fəalə varımızdır, yəf'iludur. 3 dənə nağd var. Yaxın bakalım. Əgər fəilə olsa 2 dənə olacaq. Yəf'aludur. Belə ki, düz. Bəs burada 2 dənə yəni fəalə, yəf'alu ya fəalə, yəf'ilu varımızdır. Bəs 5 dənə düzəldi hazır. Nağd var da, düzdür? Bununla sayırıq biz. Bunlar bununla sayırıq. Eynul fe'llər haqqı var onun. Bəli. Bu məsələn bu oxumuşduq məsələn əmrdə baxırıq eynul fe'l əgər zəmmə olsa əvvəl məsələn unsur huzur gətirir. Yox, o orada olur ki, mən nə həmzə gətirim onun başına. Ondan danışmırıq biz. Bizim bəhsimiz ondadır. Biz ondan danışırıq ki, ərəb dilində sulasi mücərrəd görsək, bir dənə fe'l-i mazi görsək nədirsə, məsələn fe'l-i mazi görmüsən fəalə vəznədir, darabə. Zərbədirsə onun muzarisi bu 3 dənədən biridir. Gəl lüğətə baxasın. Simaidir. Başa düşdün? Lüğətə baxmalısan hansı surət? Mümkündür yadrabı olsun, ya yadribu, amma biz lüğətdən bilirik yadribudur. Bəs nağd olaraq 3 dənə siğa, 3 dənə babı var da hal-hazırda. Fəalə, yəf'alı ola bilər, fəalə, yəf'ilu ola bilər, fəalə, yəf'ulu ola bilər. Bəs 3 dənə var da. Hamısını belə götürün ha. Fəalə, fəalə, fəalə götürün. Fəalə, yəf'alu, fəalə, yəf'ilu, fəalə. Mən bir dənə fəalə dedim, yəni başa düşünün. Əslində 3 dənə yazmalıyım. Yazmalıyım. 3. Fəilə olsa alimə. Bu 2 dənə şeydən artıqdır. Ya ya'lamudur, ya ya'limudur. Gəl lüğətə baxın. Simaidir. Aydın oldu? Amma əgər birdən fəul olsa, bu bir dənədir cəmi, yəf. Bəziləri iddia edirlər ki, bu vəzn adətən lazım fe'llərdə olur, iddiadardır ki. Çox vaxt belə görür, amma acı daim belə deyir. Bu iddiadır, xulası. Bəs 6 dənə çıxdı da. 1, 2, 3, onları görmüsünüz də, sizin məqsədim budur. 3, 4, 5, 6 dənə bu. Mən sual verim də. Bu ki, lüğətdən bildik ki, yəf'ilu vəznindədir də. Bəs onun olsa niyə deyir yenə də 3 dənə ola bilər? Yox. Aydın oldu da bir yəf'ilu vəznində nəyə lazım biz bunu bəhs edək ki? Yox, sənə aydın deyir axı. Mən sənə bir dənə fe'l deyirəm, darabə. Darabənin fe'l-i muzarisi nədir? Yəzribu. Sən bildin, lüğətdən bildin yədribudur. Ancaq biz başqa fe'l tapırıq ki, fəalə vəznində gəlir, yəf'iludur, yəf'aludur. Və başqa fe'l var ki, fəalə vəznində gəlir, mazisi, amma yəf'uludur genə. Cələsə nə deyirsən? Yəclusu. Yəclusu. Gərək deyəsən yəclusundur. Daim gərək yəclusu deyən. Görürsən, bu da ola bilər, bu da ola bilər, bilmiyorum. Bilmiyorum. Lüğəti tabi. Bir də üçü də ola bilər. Feillər amma fərq eləmək şərti ilə. Yəni üçündən biridir. Üçündən biri ola bilər. Amma biz lüğətdən bilirik hansıdır. Aydın oldu. Gələcək bunlar bazında danışacağıq, tələsmə. Bu da həmçinin həmin mövzudur. Bunlar aydın oldu ağacan. Bunlardan qıraq heç bir şey yoxdur. Ərəbə axtarsalar, ərəb bir şeyin feilin ya feilin masını ya fəalə deyib, ya fəilə deyib, ya da fəulə deyib. Bunların da baxıblar ki, feil müzarisini görüblər ki, belə deyəndə bunlar buna girən feillər də olub, buna girən feillər də olub, buna girən feillər də olub. Bunu deyəndə belə olub, bunu deyəndə başqa şey olub, olacaq belə olub. Belə baxıblar istiqra ilə, sima ilə öz əllərinə gələn bir hadisə deyil. Vazih oldu ağacaq. İndi bunların misallarını vuracaq Naratonun. Bu birinci mətləbdir bura. Amma indi təzə bir mətləb oxuyacaq ki, biz bəzən görürük bir dənə kəlmədir. Məsələn üçün, fərz edin, ərifə. Bəzən bu ərifə ola bilsin həm ərəfə olsun, həm də ərifə olsun. Lüğətdə həm ərəfə deyib, həm ərəfə deyib. Ya belə bəzən, ya da bəzən bir şey yoxdur. Elə bir dənədir mazisi, ərəfədir. Amma feil-i muzarisi belə də ola bilər, belə də ola bilər. Ki, yəni, belə istifadə edir, belə istifadə edir. Yəni, zərrudur bir cür olmalıdır.
Yəni bunlar mümkündür. Ancaq bunlardan qıraq bir şey deyil. Bunlardan qıraq xaric bir şey yoxdur. Və bu dəyişiklik ki var, bu dəyişiklik 3 yerə bölünəcək. Bu dəyişiklik fərqlidir. Bəzən bu ərifə ki var, misaldır ərifə. Həm belədir, həm belədir. Belə olanda başqa məna verir, belə olanda başqa məna verir. Misal vuran, o misal ərifə. Yəni ərəfə başqa sözdür, ərifə başqa sözdür. Mənası başqa. Bəzində görəcəyik ağacın. Yox. Belə də olanda, belə də olanda eyni mənadır, heç fərqli yoxdur. Aydın oldu? Yəni dəyişiklik lüzum budur ki, o kimi məna dəyişsin, bəzən məna dəyişmir. Həmin ərifəni ərəfə də deyib eyni mənanı daşıyıb, ərifə də deyib eyni mənanı daşıyıb. Amma bəzi kəlmələr var ki, məsələn əlimə. Əlimə başqa sözdür, ələmə başqa sözdür. Amma bu altıdan da xaric olan şeylər deyil. Aydın olur bura qədər? Hətta vazih oldu. İndi onlar biz misallarda biz bunları necə tətbiq edəcəyik. Yaxşı. Vəznhay fe'l sulasi mücərrəd. Nəyin vəzinləri? Sulasi mücərrəd. Başqa şey danışmır. Fe'l sulasi mücərrəd ba təvəccüh be hərəkət eynül fe'l در mazi və muzari. Diqqət edin. İşlər orayına fırlanır. Darayı 6 surət است ki, be hər yeki az hanı bab. Niyə bunlara bab deyirlər? Çünki hər bir kəlməni, maddəni, məsdəri fe'lə çevirmək üçün bunların yolu ilə sən sala bilərsən. Başqa yolla yox. Bu 6 dənədən biri ilə salınmalıdır. Bab da girişdə ona görə qoyulur. Bab. Giriş bunlardır, başqa şeylər deyiblər. Hər fe'l sulasi mücərrəd hətmən ona göre hatmen در یکی از این بابهای ششگانه قرار میگیرد. Hökm bunlardan biri iləndir. Burada hər yeki az məqsəd hatməndə o birdir. Məqsəd bu ki, yəni bunlara girməlidir. Çünki cümlənin mənası budur ki, hökmən bunlardan birində olmalıdır. Mən deyirəm, yox, bunlardan üçündə də ola bilər. Yəni məqsəd o hatmən o hər yeki üçün deyil, o təkid yeki üçün gəlməyib. Təkid bu bablara girmək üçün gəlir. Bəli. Babhay şişqanə sulasi mücərrəd. Fəalə yəf'ilu nə olacaq? Qəfərə yəğfirudur. Birisi qəfərə ilə bağışlamaq mənasındadır. Fəalə yəf'alu ola bilər. Yəni fətəhə yəftəhu açmaq mənasında. Fətəh sözündə. Fəalə yəf'ulu fəcərə yəfcuru. Fucur sözündən facir, yəni günah eləmək, pis iş görmək, yalan danışmaq, məsiyyət eləmək o cürə mənalar da verir. Fəilə yəf'alu rəhimə yərhamu rəhm eləməkdir. Bildiniz ağaca. Fəilə yəf'ilu yoxsa həsibə yəhsibu. Aydındır? Həsibə bilirsiniz, yəni hesab eləməkdir. Fəulə yəf'ulu karuma yəkrumu. Bəxşiş eləmək, əta eləmək, əziz tutmaq ilə axır. Həmin bu babları bəzi alimlər şeirlərində gətiriblər. Babhay məzkurra mitəvan در qalib in beyt zir bəyan kərd. Beyti qoy izah edək. Fəthu zəmmin, fəthu kəsrin, fəthatan. Ağa, fəthə olsa, yəni fe'l mazi fəthə olsa, zəmmin. Yəni fe'l muzarisində zəmmə var. Qoy bir qeytim bunu. Fəthu zəmmin bunu istəyir deyək. Fəthu zəmmin. Fəthu kəsrin, fəthatan. Şeyin beytin mənası bu. Aydındır? Fəthu zəmmin, fəthu kəsrin, fəthatan. Aydındır bu şeirin mənası? İstəyəm şeirin mənası. Burası nədir? Kəsru, fəthi. Kəsru, kəsrin, zəmmatan. Vazih oldu. Şeirin beyti mənası vazih oldu. Şundan bulasın. Kim istəsə bunca əzbərləyər. Çox vacibdir. Yaxşı. Mühüm nöqtə bizdə nə idi? Bəzən bir fiil iki dənə babda istifadə oluna bilər. Yəni fəalə də olar, fəilə də olar. Bəzən bunların mənası dəyişə bilər, ödül mənası dəyişmə bilər. Amma bərəks olanda necə? Siz məsələn deyirsiniz ki, fəalə, fəilə olanda ola bilər eyni mənada ola bilər. Elə bilər ola bilər müxtəlif mənada ola bilər. Amma məsələn fəalə vəznində olsa, müzarisi iki dənə olsa, necə onda da elə. Deyəcək, tələsmə.
Hamısında eyni söz həmişə mən fe'l mazini misal olaraq vurdum. Misal olaraq vurdum. Bəzən ola bilsin bir fe'l olsun ki, mazisi bir cürədir fəalə, amma muzariləri müxtəlifdir. Yəf'alu da var, yəf'ilu da var. Mən başqa misal vuram. Zarabə, yəzribu başqa mənadır, yəzrabu başqa mənadır. Ya da ki, bəzi onlar ki, bəzi sözdən söz olur ki, fərqlidir ki, ərəb belə də istifadə edir, belə də istifadə edir. Nə fərqi var? Elə də istifadə belə də istifadə edir. Yəni, eyni məna istifadə edir. Yaxşı. Nokta-i mühim. گاهی یک فعل در ثلاثی مجرد در بیش از یک باب استعمال شده است. Bir dənə müxtəlif bab. Bab məqsəd bu 6 dənə babdan danışır ya. Bab deyəndə sulasi məzdə edilir, sulasi müzətdən danışır. در این صورت ki, اگر استفاده olunsa, گاهی معنای فعل در یک باب با معنای آن در باب دیگر فرق می‌کند. Fərqdir ki, zərəbə də deyiblər, zəribə də var. Zərəbə başqa mənadır, zəribə başqa mənadır. Düzdür, istifadə və mənalar da müxtəlifdir. Misalla aydın olacaq, narahat olmayın. O ki, birincisini oxudu, o birincisini indi oxuyaq. Misal bəray halət əvvəl yazılıb. Biraz aşağı gəlin. Misal bəray halət əvvəl. Halət əvvəl nə idi ağalar? Mənim dən deyim. Halət əvvəl nə idi? Yəni, məna mı dəyişəcək? Misal, nəfisə yənfəsu, nəfs sözündən də düzdür. Bəxil vərzir, yəni xəsizlik əməkdir. Mənası düzdür. Amma nəfisə nəfusə yənfusu olanda dəyişdik babı. Düzdür, yoxsa babı dəyişdik qazan. Birinci nəfisə yənfəsu idi, düzdür. İndi olub nəfusə yənfusu. Bu da onun məstərləridir. Məstərləri bir neçə nəfsən, nəfasə, nifas bu məstərləri. Qiyməti oldu dəyərli olmaq, baha olmaq, dəyərlənmək mənasındadır. Xəsis olmaq haradır, xəsisliyə etmək aldı qurban. Görürsünüz? Eyni maddədir. Diqqət edirsiniz, baba dəyişməklə. Aydın dağacan. Mətləb vazihdir. Halət əvvəl düzdəndir. Babı dəyişdi. Nəfs kəlməsi bu babda başqa məna verəcək, o babda başqa. Babıdan məqsəd ağa bulardır. Yəni, zehniniz o sulasi məzdin bablarına getməsin. Bunlar da babdır. Amma bab sulasi müzərrətdir. 6-dan bab. Yuxun gəl ağacan. Yox. Yaxşı. Həmçinin ərəfə, həmçinin kəlmə var ha. Qərəfə yəqrifu. Qərfə yəni suyu götürmək də ovuz özüdür. Qərfən əlma biyədir. Yəni suyu götürmə ovuzla. Abra ba moştəş bərdasht. Bu atan fiqdə gəlir ki, özü yumaqzad məsələsində deyir ki, əli orada göstərib bu ilə feildən istifadə edirlər ki, əlinlə belə su götürsən, filan şey deyirsən, ilə axır. Bəs xülasə, buna diqqət elə, mənası nədir? Əllə götürməyə deyirlər də, suyu, mayəni əllə götürməyə deyirlər, düzdür? Amma bura bax, indi alta baxın. Qərəfə yəğrufu, yuxarıda nə idi? Qərəfə yəğrifu idi. Amma qərəfə yəğrufu necə? Feili dəyişikliyi harda olub? Feili mazidə dəyişikliyi olmur, feili muzarisində dəyişikliyi olub. Nə olacaq? Ansizrə borit, kəsmək mənasındadır. Öldü mənada işte. Yaxşı. İndi yuxarını oxuyaq. Qahi var idi, ikinci qahi. Və qahi mənayı fe'l در تمام آن بابها یکی میباشد. Ağa, bablara dəyişsə də elə bir cür istifadə. Sadəcə qəbilələr müxtəlif cür tələffüz edir. Eyni mənanı deyiblər. Haləti dovvumdur ya. Onu oxuyub misal bəray haləti dovvum. Bura bax. Ələnə ya'lunu, ələnə ya'linu, əlinə ya'lanu, əlunə ya'lun. Görürsən, müxtəlif cürədir. Hamısı bir dənə gilə mənası var. Aşkar olmaq, bəyan olmaq. Elan sözü var, həmin sözün başqa olmaq mənadır. Görürsən, müxtəlif cürə istifadə edir lüğət. Aydın mətləb? Mətləb vazih. Siz istifadə edə bilərsiniz. Ha, o heç onun işimiz yoxdur. Xüsusi o. İşimiz olmadı da. Hamısı lüğətdə var yəni. Yəni hamısı lüğətdə var. Yəni dəyişməyəcək burada. Gərək onu görürsən, hamısı siz lüğətə tabesiz belə şeylərdə. Xüsusi qaydası yoxdur. Üçüncü halət nədir? Və qahiniz یک فعل در یک باب استعمال شده ولی دارای بیشتر از یک معنا می باشد. Ağacan, bəzən bir dənə feildir. Əslən bunlardan rəbti yoxdur. Bir feilin özünün elə bir dənə babda bir neçə mənası var. Məsələn, zərəbə yəzribu, zərəbə yəzribu.
Zərəbə yəzribu bir dənə babdır. Amma zərəbə yəzribun bir dənə babdır. Nə qədər mənası var? Döyməyə deyirlər, qaçmağa deyirlər, oynamağa deyirlər, gəzməyə deyirlər. Aydın oldu? Bax da bir ola bilər. Heç bir baba girmədən mənası müxtəlifdir. Elə bir dənə babdır. Başa şunu demək istəyirəm, ağazan? Onu demək istəyirəm. Baxın. Misal haləti, bəraə haləti sevvum. Ərəfə, yərifu, irfə, irfanən. Bunlar hamısı məstərləridir. Hə? Bu ki məstərlərini görmüsünüz burada. Bu ərəfə, yərifunun gör neçə dənə mənası var. Bir dənə mənası bu da tanımaqdır. Eyni bab, bir dənə. Ərifə, yərifu. Bir dənə mənası. Ərifə, yərifunun bir dənə mənası tanımaqdır. Bir dənə mənası verməkdir, yəni hədiyyə vermə, bir şey bağışlamaqdır. Bir dənə mənası səbr eləməkdir. Heç bir şey dəyişmədi ya. Bir dənə kəlmədir. Ərif nədir, ağa? Deyin. Yərifu. Ərifu diyorsa ərəfədir. Ərəfə. Bir dənə bu sözdür. Heç başqa da baba da girmir. Elə bir dənə babdadır. Bir dənə babdadır, yəni bir dənə buradadır da məsələn. Amma mənalar müxtəlifdir. Bir dənə buradadır da. Bir dənə buradadır. Ancaq müxtəlif mənalar var. Təbiidir bu. Ərifə yərfu ki, və sən məna bekar rəftəyəsiz. Görürsünüz ki, 3 dənə mənada gedib. Eyni babıda 3 dənə mənası var müxtəlif bablar. 1. Ora şənaxt ya ora padaştat. İn fe'l در این دو معنا به صورت متعدی استعمال میشه. Bunlar bu hallarda mütəəddidir. Amma bəzən də görürük ki, şey olur, şey mənasına lazım. Əlbəttə lazımdır, hərfi cərlə mütəəddi olur. Özü deyəcək. Dərankar səbirkar olacaq. İn fe'l در این معنا به صورت لازم استعمال میشود. Hardan sən hərfi cərləndir? Cümləyə bax. Ərəfə yərifu irfətən irfanə falan. Ma'rifətən lil əmr. Lam hərfi cərlə. Ma'rifətən lil əmr. O işə səbir etmək mənasında olacaq. Bəs xülasə bildiniz də. Bu bablara girmə. Ola bilsin bablar müxtəlif olsun. Məna dəyişsin, ola bilsin məna dəyişməsin. Ola bilsin heç bir baba girməsin, özünün bir neçə mənası olsa qurtardı mətləb. Biz onun kəbi olan mənasını cümlədən, qərinədən nədən bilirik? Lüğət. Mənan sən lüğət tapacaqsan. Yox, hansı mənanı verdiyini məsələn oxuyur. Ancaq lüğət. Ancaq cümlədə sən əvvəl görə lüğəti biləsən ki, bunun bu mənaları var. Baxın görün burada hansı məna cümləyə uyğundur. Sən bilirsən ki, məsələmsin. Zərbənin bir dənə çinmək mənası var. Bir dənə yemək mənası var, bir dənə vurmaq mənası var. İndi cümlədə göstərir ki, onun qarşısında taam var idi məsələmsin. Məlumdur ki, orada vurmaq olmayacaq ki. Aydın oldu? Bura qədər hələ qalsın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.